Salam əmizlərim. Davam edirik Əqrəb bürcündən. Fevral ayında Əqrəb bürcünü nələr gözləyir? Özü, hərəkəti, sevgisi, pul, karyera, sağlıq, ümumi nəticə. Kart güclü transformasiya deməkdir. Bir dövr sizin üçün bitir. Artıq köhnə yükü daşımaq istəmir. Keçmiş bağlanır. Yetməyən münasibətlər bitir. Sizi yoran düşüncələri buraxırsınız. Bu əslində son deyil. Bu yenidən doğuluşdur. Hərəkəti Əqrəb fevralda vəziyyəti öz əlinə alır. Aktivlik, niyyət, güclü fokus deməkdir. Bu ay sizə gözləmək olmaz. Ancaq hərəkət etməlisiniz. İstədiyinizi yaratmaq üçün bütün imkanlar sizdədir. Güc sahibisiniz. Pul mövzusunda yeni real fürsətlər görünür. Yeni iş, əlavə gəlir, maddi başlanğıc göstərə bilər. Bu ola bilər ki, hər zaman işlədiyiniz sahə olmasın, tam fərqli bir sahə olsun. Alışdığınız, öyrəşdiyiniz bir iş olmayacaq. Kiçik görünən bir fürsət sizin üçün uzun müddətli bolluğa çevrilə bilər. Yəni, hər anı dəyərləndirin. Karyerada ani dəyişiklik ola bilər. Sizə əziyyət verən bir struktur dağılsın. Sizin üçün xeyirli olmayan bir vəziyyətin dağılması deməkdir. Dağılan yerin yerində daha sağlam, sistemli bir karyera quracaqsınız. Sağlıqda emosional və hormonal həssaslıq görünür. Stres, yuxusuzluq, narahatlığı göstərir. Sizin üçün bu ay istirahət çox önəmlidir. Su ilə əlaqə çox önəmlidir. Meditasiyalar edin, yürüyüşlər eləyin. Fevral ayının sonunda Əqrəb üçün oyanış, aydınlıq var. Bu, qərar vermək deməkdir. Bu ay sizi dəyişdirir. Ümumilikdə ay güclü transformasiya, aktiv hərəkət, dərin sevgi, yeni maddi imkanlar, karyerada sarsıdıcı, amma xeyirli dəyişikliklərdir. Yəni, dağılan bir struktur üçün üzülməyin. Nə olursa xeyrinizə olur. Yəni, ağır bir 2025-dən sonra Əqrəblər tam dönüşüm dönəminə addım atırlar. Bu qədər mənim əzizlərim. Əgər bu açılım sizə uyğun gəldiysə, videonu bəyənməyi və paylaşmağı unutmayın.